Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Salam olsun Müslümanlara, salam olsun mümin ve müminelere, salam olsun zalim önünde hakkı diyen, haktan müdafiə edən ve hak uğrunda zalimin zulmüne, tecavüzüne məruz qalan mümin ve müminə bacı ve kardeşlerimize. Əzizlər, inşallah sizlərin nəzərinizə 3 nəzəriyyə barəsində ki, şəri qaydada və bunların tarixi hökmləri barəsində çatdıracağımız məlumatlar var ki, xüsusilə müsəlmanın bunları bilməsi daha vacibdir. İnşallah diqqətiniz bizdə olsa, diqqətlə qulaq asın, bu barədə geniş məlumatımız olar inşallah. Birincisi, çərşənbə-i suri. Cemaat arasında adətən buna axır çərşənbə deyərlər. İkincisi, sizdən bedər, yəni Novruz bayramı. Əslən bunun adı Novruz bayramının 13-cü günü. Və üçüncüsü, atəşfəşanlıq. Bu üç nəzəriyyəyə şəriət baxımından, din baxımından Allah-u Teala'nın bizler üçün göndərdiyi şəriət baxımından baxışların nə dərəcədə doğru, nə dərəcədə xurafat olduğunu inşallah siz əzizlərin nəzərinizə çatdırarıq ki, ən azından əlimizdə olan məlumatlardan siz əzizlər də xəbərdar olarsınız. Sizdən bedərin tarixi kökü barəsində inşallah birinci danışaq. Xurafat məzmunlu. Əslən sizdən bedər mərasimi ilə bağlı araşdırmalarımın nəticəsinə əsasən tarix bu mərasimin mənşəyinin Quranda adı çəkilən Əshab Ər-Rəs tayfasına gedib çıxdığını göstərir. Təfsirdə Əshab Ər-Rəsin başına gələnlər toxunulmuşdur və Nəhcül Bəlağənin şərhlərindən birində onlar haqqında hətta müfəssəl bir hekayə də rast gəlmişəm. Onların 12 şəhəri yaxud yaşayış məntəqəsi var idi ki, onların da hər biri günəş ilinin aylarının birinin adı ilə adlandırılmışdı. Birinin adı Fərvərdin idi, başqasınınki Ordu-Behişt, digərinki Xordad və s. Dinləri də ki, bütpərəstlik idi. Bir ağac var idi ki, ona sitayiş edirdilər, o ağacın adı Sənubər idi. Sənubər ağacı onlar üçün gəlir mənbəyi idi. İlin birinci günü 12 şəhərin yaxud kəndin bütün əhalisi Fərvərdin şəhərinə toplaşar, bayram edərdilər. Sabahçı gün Ordu-Behişt şəhərinə gedib mərasim keçirərdilər. Üçüncü gün Xordad adlı şəhər və ya məntəqəyə gedərdilər. Növbədə Əsfəhdə çatdıqda 12 şəhər tamam olurdu. 13-cü gün bütün əhali şəhərdən çöllüyə axışaraq orada sizdə bedər, yəni mərasimini icra edərdilər. Bayram keçirər, ayaqlarını yerə döyərək müxtəlif növ fəsad işlər görərdilər. Beləliklə sizlər bedər bütpərəstlərdən qalmış bir adət-ənənədir ki, həmçinin çərşənbə-i suri gecəsi Novruzdan bilavasitə öncəki çərşənbə gününün axşamı keçilən mərasim də o da təzim inancında olan atəşpərəstlərin ənənəsinə çevrilmişdi. Od qalayardılar atəşpərəstlər ki, oda sitayiş edərdilər. Ona təzim və inanc bağlayardılar. Əslən müsəlman gərəkdir ki, Novruz bayramı deyiləndə
Novruz bayramı ki, Ayətullah Məkarim Şirazi deyir ki, insan əslən gərək bu Novruz bayramı nəyi ki insanlara xeyri bilir, nəyi ki əqlən insanların xeyrinə bilir, insanlar gərək həmin nöqtədən yapışalar. Yoxsa ki, şəhəri tamamən tərk eləyəsən, gedəsən hər hansı bir yerdə özünə bayram eləyəsən, tonqal qalayasan, tonqalın üstdən hoppanıb, hər hansı bir şeyi tonqaldan istəyəsən. Əslən, ağalar buyurur ki, bu atəşpərəstlərin ənəsidir. Bizlərə qalanda isə, bizlər yeni il Novruz mərasimin yalnız müsbət cəhətlərini qorumalıyıq. Həzrəti Ayətullah Məkarim Şirazinə sual olunur ki, atəşfəşanlıq maddələrinin alqı-satqısı 13 ədədinin məhsliyinə etiqad əsasında formalaşan Sizdəhbedər və əyləncə çərşənbə-i suri mərasimlərin keçirilməsində və Təxt-i Cəmşid kimi milli simvol hesab edilən tarixi abidələrin bərpasına şəriətin münasibəti necədir? Ağa buyurmuşdur, təəssüflə qeyd etmək lazımdır ki, bəzi qüvvələr bu tədbirlərə və təşəbbüslərə dəstək nümayiş etdirir. Həzrəti Ayətullah Xameneyidən sual olunur çarşənbə barəsində. Ağa buyurur, çarşənbə suri və Sizdəhbedərin məntiqə əsası yoxdur. Əslən ki, ayaqlarını yerə vurasan, hər hansı bir fəsad işlər görəsən, şəhəri tərk eləyəsən. Ağay Xameneyi deyir ki, çarşənbə suri və Sizdəhbedərin məntiq əsası nədir? Yoxdur. Həzrəti Ayətullah Fazil Lənkərani, Allahın rəhməti olsun ona, buyurur ki, deyilən halda fiziki və maddi xəsarətlər nəticələndiyindən, ətrafdakı insanların narahatçılığına səbəb olduğundan və cəmiyyətdə asayişin qorunmasına, qanunların icrasına xələl gətirəndən caiz deyildir. Nə caiz deyildir? Ki, bu günləri şəhərdə əslən biz çarşənbəni qəbul elədik yaxşı cəhətdən. Novruz bayramını qəbul elədik silə-i rəhim tərəfindən ki, bu günləri insanlara əqlən nə xeyirlidirsə gərəkdir, ağalar buyurur, bizlər onu götürək. Həzrəti Ayətullah Fazil Lənkərani ağa, Allahın rəhməti olsun, ona buyurur ki, atəşfəşanlıq əgər insanların xəsarətinə, insanların narahatçılığına səbəb olduğundan və cəmiyyətdə asayişin qorunmasına, qanunların icrasına xələl gətirildiyindən caiz deyildir. Yəni bu yaxşı deyildir ki, kiminsə narahatçılığını pozasan, kiminsə narahatçılığını aradan aparasan, ətrafdakıları narahatçılığa səbəb eləyəsən və cəmiyyətdə asayişin qorunmasına, qanunların icrasına hər hansı bir xələl gəldiyindən ağa buyurur, bu caiz deyildir. Ayətullah Behcət, Allahın rəhməti olsun ona, o da buyurur ki, bu işlər şəriət baxımından yol verilməzdir. Əgər insan ki, deyəmək şəriətlə hər hansı bir məsələni ölçürəm, Ağay Behcət, Allahın rəhməti olsun ona, buyurur ki, bu işlər şəriət baxımından yol verilməzdir. Kimlərinsə narahatçılığını pozasan, özünə bayram eləyəsən, ağa deyir, bu şəriət baxımından bəyənilməzdir. Həzrəti Ayətullah Cəvadin Təbrizi, Allahın rəhməti olsun ona da, ağa buyurur ki, bu işlərdən heç biri şəriət tərəfindən bəyənilmir və insanların bu işlərə təhrik edilməsi, onları dünyavi əyləncələrə təşviq etmək və axirət səadətindən qafil etmək deməkdir. Bu tədbirlərin xalqda vətəni müdafiə və şücaət hissləri oyatması ilə bağlı təsəvvürləri nədir? Yanlışdır. Bir insan ki, özünə bayram eləyə, atəşfəşanlıq eləyə, şəhərdə insanların narahatçılığa səbəb olan işləri görə asayişi poza, sonra da deyə ki, mən vətən xilas eləyəcəyəm, mən şücaət göstərəcəyəm. Ağa deyir ki, əslən bunların təsəvvürü nədir? Yanlışdır. İnsanları və qalibiyyətə aparan vətənin müdafiəsinə şövq edən yeganə amil imandır. Ağa Ayətullah Cəvad Təbrizi buyurur ki, əgər insan ki istəyə vətənin qorusun, istəyə ki Allah-u Müteala'nın Peyğəmbər Əhl-i Beytinin razı qaldığı işləri görsün, bunlarla ələ gətirə bilməz. Əslən bir dənə yolu budur ki,
neyləsin insan imanına möhkəm yapışsın. Həzrəti Ayətullah Safi Gülpeyqani ağa buyurur ki, bu məsələ bəli, atəşfəşanlıq işğallıdır. Ehtiyat edərək bu tədbirlərdən uzaq olmaq lazımdır. Yəni bir insanı ki nicata aparmayacaq bir şey barəsində insanın onun arxasınca getməsi, ağa buyurur ki, əslən heç əqillə düz gəlmir, bu işğallıdır. Ehtiyat edərək bunu bütün tədbirlərdən neynəməsi insan lazımdır, uzaq olması lazımdır. Həzrəti Ayətullah Sistaniyə də sual olunur. Ağa da buyurur ki, tərəqqənin istifadəsi və alqı-satqısı kimi ətrafa zərər yetirən, insanları əziyyətə məruz qalmasına səbəb olan işlər caiz deyildir. İnsanların asayişini pozan işlər ki, atəşfəşanlıq edəsən, narahatçılıq yaradasan, ağa deyir, bunlar düzgün deyildir, caiz deyildir. Həzrəti Ayətullah Məkarim Şirazi yenə də buyurur ki, bu işlərin müsəlmana yaraşan hərəkətlər deyil. Əslən ki, sən müsəlmansan, özünü müsəlman adlandırırsan, ağa deyir ki, bu müsəlmana yaraşan iş deyil ki, bu günləri şəhərin ortasında neynəyə? Atəşfəşanlıq edəyə. İmam Sadiq əleyhissalam, Allahın salamı olsun ona buyurmuşdur, Allah Teala peyğəmbərindən birinə vəhy etdi ki, müminlərə de, geyim, yemək və adət ənənələr xüsusunda Allah düşmənlərini özünüzə nümunə seçməyin. Əgər belə etsəniz, siz də onlar kimi Allah düşməni hesab olunarsınız. Vəsail Əşşiyyə kitabının cild 3-də səhifə 279-da. Behişti Cəvanan səhifə 478-də bu hədis yer tutur. Hədisi bir daha nəzərinizə çatdıraq ki, zehnimizdə daha möhkəm qalsın. İmam Sadiq əleyhissalam, Allahın salamı olsun ona buyurmuşdur, Allah Teala peyğəmbərlərindən birinə vəhy etdi ki, müminlərə de, geyim, yemək və adət ənənələr xüsusunda Allah düşmənləri özünüzə neynəməyin, nümunə seçməyin. Belə etsəniz, siz də onlar kimi Allah düşməni hesab olunarsınız. Allah mütəal bizləri inşallah özünə, Peyğəmbər əhl-i beytinə dost olub və onların bəyəndiyi işlərdə müvəffəq olmağımızda tövfiq, acil inayət eləsin inşallah. Gələk inşallah Novruz bayramına ki, sual olunur ağalardan, buyurur ki, əslən bu İranda olub bu sual. Ağalardan birinə sual olmuş ki, müstəidlərdən Ayətullah Xamneyyə, Ayətullah Safi Gülpeyqaniyə, Ayətullah Sistaniyə ki, o sualın cavabını inşallah sizlərin zehninizə çatdırarıq. Sual olundu ki, bildiyiniz kimi İran xalqının milli adət ənənələrindən biri də Novruz bayramıdır. Bu bayramla yanaşı bir sıra ornamentlər, o cümlədən çarşənbə suri və sizdəhbedər kimi mərasimlər də keçirilir. Son illər bu mərasimlərin keçirilməsi fiziki xəsarətlər və maddi tələfatlara nəticələnməklə yanaşı, şəri məsələlərlə qarşı sayğısızlığa da yol açmaqdadır. Xüsusilə sizdəhbedər mərasimlərində, səhra və çöllərdə məhrəm-naməhrəm münasibətləri ilə bağlı şəriətlərin göstərişinə məhəl qoyulmur. Bununla yanaşı bu mərasimlərdə bəzilərinin rəqs edərək ayaqlarını yerə döyməsinə və digər haram əməllərə əl atmasına daha şahid oluruq. Bu cür adət ənənələrin ildən ilə rəvəc tapması nəzərə alaraq xahiş edir ki, bu bayram və onun ornamentləri olan sözgedən mərasimlər haqqında mübarək nəzərinizi bəyan edin ki, dindarlar bütün bu hallarda bağlı nə etməli olduqlarını bilsinlər. Öncədən yol göstərdiyiniz üçün təşəkkür edirik. Həzrəti Ayətullah Xamneyi buyurur, bayram və bayram keçirməyin prinsip etibarı ilə eybi yoxdur. Haram işlərdən eləmək lazımdır, çəkinmək lazımdır. Əlbəttə ki, ağa buyurur ki, bayram keçirməyin əslən bir ziyanı yoxdur ki, əslən bir işğallı bir şey yoxdur ki, ilayinkinə haram işlərdən neynəyəsən, çəkinəsən. Haram işlərdən çəkinməyib, naməhrəmlə məhrəm bir yerdə olsa və orada şəriətin, Allah-u Teala'nın, Peyğəmbər əhl-i beytinin
bəyənmədiyi işlər həyata keçirilsə, Əslan ağa deyir ki, heç bu bayram olmaz ki. Deyir, bayram keçirsən keçir. Bunun heç bir prinsipi yoxdur. Bu etibar ilə ki, haram işlərdən neynəyəsən? Çəkinəsən. Həzrət Ayətullah Safi Gülpəygani buyurur ki, rəqs və məhrəmlə naməhrəmin yasaq buyurulan həddə yaxın ünsiyyəti istənilən gün və istənilən yerdə haramdır. İstər Novruz bayramında olsun, istər də Sizdəhbedərdə, istər digər hallarda. Həmçinin İslama qarşı sayğısızlığa zəmin yaradan istənilən iş haramdır. Səhərşənbə suri mərasimində yaxud hər istənilən halda atəşbazlıq, odlu, partlayıcı maddələrlə atəşfəşanlıq haramdır. Kimlərin isə narahatlığına səbəb olacaqsa, bəli, bu haramdır. Müsəlman şəxs İslamı bütün ənənələrdən və mərasimlərdən üstün tutmalıdır. İranlıların İslamda öncə milli mərasim olaraq, yaxud digər adlar altında keçirdiyi həmin mərasimlər İslam tərəfindən məhkum olunmuş və yaxud digər adlar altında keçirdiyi həmin mərasimlər İslam tərəfindən məhkum olunmuş və İslam onların üzərində qırmızı xətt çəkmişdir. Bunları müxtəlif adlar altında bərpa etmək, istəyənlər İslam şəriətinin onlar üçün müəyyən etdiyi vəzifələrin əksinə əməl etmiş olur. Ayətullah Məkarim Şirazi ağa yenə də buyurur ki, Novruz bayramı ilə əlaqədar evlərdə təmizlik aparılması, qohumları ziyarət etmək, insanların bir-birinin görüşünə getməsi və s. kimi müsbət səciyyəli ənənələr mövcuddur. Bu qəbildən olan adət-ənənələr müqəddəs İslam şəriəti tərəfindən təqdirə layiqlə qiymətləndirilir. Lakin çərşənbə suri və Sizdəhbedər kimi xurafatçılıq mərasimlərinə gəlincə, yaxşı olar ki, belə mərasimlərdən müsəlmanlar uzaq olsunlar. Həzrət Ayətullah Fazil Lənkərani, Allahın rəhməti olsun ona, ağa da buyurur ki, binavasitə bayramla bağlı heç bir qadağa yoxdur. Bir insan ki, özünə istəyə bayram eləyə, bunun heç bir qadağası yoxdur. Lakin şəriətin haram buyurduqlarını həyata keçirmək heç bir halda və heç bir vəcihlə caiz deyildir. Müsəlmanlar, müminlər haram işlərdə həmişə uzaq olmalı və bu cür məqamlarda nəhy-əz münkər etməlidirlər. Pis işdən neynəməlidirlər? İnsanlar bir-birləri çəkindirməlidirlər. Həzrət Ayətullah Cəvad Təbrizi, Allahın rəhməti olsun ona, buyurur ki, istər Novruzda, istər digər hallarda şəriət tərəfindən yasaq edilən iş haram, icazə verilən hərəkət isə halaldır. Və ətrafdakı insanların vəzifəsi bundan ibarətdir ki, bu cür hallarda əmr və məruf və nəhy-əz münkər eləsinlər. Ki, Allahın bəyəndiyi işlərə şövq eləsinlər, sarılmağı tövsiyə eləsinlər və nəhy etdiyi, xoşlamadığı işlərdən neynəsinlər, insanları çəkindirsinlər. İmam Əmir əl-Möminin əleyhissalam, Allahın salamı olsun ona, buyurmuşdur ki, təəccüb edirəm o kəssə ki, zərərinə görə yeməkdən çəkinərək pəhriz saxladığı halda, cəzasına görə günahdan çəkinmir. Bir də oxuya hədisi, ağa buyurur ki, təəccüb edirəm o kəsə ki, zərərinə görə yeməkdən çəkinərək pəhriz saxladığı halda, cəzasına görə günahdan çəkinmir. Bilir ki, bu yeməyin mənə nəsə bir zərəri ola, ondan pəhriz saxlayır. Amma cəzanı bilir ki, gündən-günə ona yaxınlaşacaq. Cəzasına görə günahdan çəkinmir. Bilir mənə cəza veriləcək, amma yenə günah edir. Həmin günahdan ağa deyir, çəkinmir. Allah-u Teala'dan arzumuz, niyyətimiz budur ki, Allah-u Teala inşallah bizləri özünün Peyğəmbər Əhl-i Beytinin razı qaldığı işlərdə müvəffəq və müəyyəd eləsin. Allah-u Teala bizləri Peyğəmbər və onun Əhl-i Beytindən ayrı salmasın. Allah-u Teala bizləri haqq uğrunda canından, malından difa edən kəslərdən qərar versin. Allah-u Teala bizləri dünya və axirətdə Peyğəmbər Əhl-i Beytinə tabi olub, onlardan difa edən bəndələrdən qərar versin.
Allah-u Teala bizləri bu dünyada Peyğəmbər Əhl-i Beytinin məzarlarının, mübarək məzarlarının, mübarək zərihlərinin ziyarətindən binəsib eləməsin. Allah-u Teala bizləri bu dünyada ona bəndəçilik edib, ona sadiq olan müminlərdən, müsəlmanlardan qərar versin. Allah-u Teala Mövlamız, ağamız, rəhbərimiz İmam-ı-Zaman ağanın zuhurun təcil eləsin. Ağanın nazənin qəlbin biz günahkar şiyələr tərəfindən razı, xoşnud eləsin. Zindanda olan qardaşlarımızın işlərinə fərəc versin. Mövlamız, ağamız Məhdi sahib zamanın zuhurun təcil eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.